7 ildir uşaq şahdır. Doğulandan 7 yaşına qədər evin şahıdır. Ne üçündür bu? Yəni sən ona dözməlisən. O səndə o dözümü görüb mənimsəsin. 7 il onu azad bıraq. Uşaq da istədiyini edir, sən də dözməlisən axı buna. Yeni evlənənlərə tövsiyəmdir. Çünki çoxdan evlənənlər əməl eləmədilər buna, çoxsu. Bir çox əməl eləmədilər. 7 ilə qədər uşaq deyir, şahdır və uşaq şah olmaqla istədiyini eləməlidir, sən də dözməlisən ona və bu uşağı da tərbiyə edir, atanı da, ilk ananı da. İlk 7 ildə ata-ana adam olmalıdır əslində, deyir, adam ol, nədir adam ol, yəni səbr elə. O uşaq da görür ki, atası səbr eləyir, anası səbr eləyir, onu mənimsəyir, səbr xüsusiyyətini mənimsəyir. Uşaq belə tərbiyə olur. Amma görsə ki, tez özündən çıxır ata-ana, ona zərbə dəyir. Bu tələskən varlığı ailədə 7 il şah qərar verir Allah ki, bu dünyaya təzə gəlib özü də tələskəndir. Siz buna qulluq eləyin. O görəcək ki, məsələn, necə onun nazı ilə oynayırlar. Əlbəttə ki, yenə deyirəm, məsələn, hansısa təhlükələrdən uşağı qorumaq lazımdır. Dolay, yox deməklə, qışqırmaqla yox. Onu səbirlə. Bax, bu səbri səndə görsə, onda artıq hazırlıq yaranır. Onun ruhuna hopur o səbir. Musa aleyhissalam Allah'a dedi ki, istəyirəm daha çox səbirli olam. Allah buyurdu ki, get uşaqla oyna. O boyda Peyğəmbərə deyir. Uşaqla oyna ki, səbir xüsusiyyəti səndə yaransın. Uşağa döz. Əvvəl şirin olur, bir 10 dəqiqə, 15 dəqiqə sonra dözmək lazımdır onun kaprizlərinə. Çox fövqəladə çətindir. Yəni, demək asandır. Fövqəladə çətindir və onunla məşğul olmaq lazımdır. İlahi, məni tələskən yaratmısan, deyirsən səbirli ol. Niyə belə eləyirsən axı? Çünki mən sənə dəyər verirəm. Çünki səndə olan potensialı bilirəm. Sən axına qarşı getməklə həyatı başlamalısan. Sən dəyərlisən, sən bacararsan. Alınar. İnsan tez nəticə istəyir, dünya vermir. Dözməli olacaqsan. Bundan həm də nə başa düşülür? Bundan həm də o başa düşülür ki, dünya insanın yeri deyil. Bir yer ki, istədiyimi mənə vermir, mən də istəyirəm, deməli, mənim yerim deyil. Bunu başa salır. Neçə bir güllə ilə neçə dovşan vurmaq budur. Həm səni tərbiyələndirir, eyni zamanda səni başa salır ki, sən görürsən necə yaratmışam səni. İstəyən kimi istəyirsən yanında olsun, hazır olsun. Dünya da sənə vermir, ləngidir. Deməli, nəticə çıxar ki, bura mənim yerim deyil. Mən bura üçün deyiləm. Qarşıda bir aləm var, Allah vəd verir. Deyir, o sənin xasiyyətinə uyğun aləmdir. Sənin yerin oradır. Əsas sənin yerindir. O cənnətdir. Deyir, iradə eləyirsən, hazırdır. Budur əsas, istək budur. İradə eləyir ki, filan şey kaş deyirsən, hazırdır. Qarşındadır, qoyulub qarşıva. Sənə uyğun yer oradır, ruhuva uyğun. Sən bir dəfə ruhu analiz elə, insan olaraq. Görəcəksən ki, bura sənin yerin deyil. Bir balaca özünü analiz elə. Görəcəksən ki, yox, bu mənim heç bir ruhi təməl ehtiyacıma cavab vermir, olduğum yer, dünya. Mən istəyirəm həmişə olum, gündə bir cənazəni çiyinlərində aparırlar. Mən istəyirəm sağlam olum, gündə birini xəstəxanaya aparırlar. Mən istəyirəm, istədiyim tez olsun, tələsirəm, el olmur. Görürsən ki, heç bir parametri ilə sənə uyğun yer deyil bura. Sənə uyğun yer deyil. Görsənir ki, bura hansısa bir hazırlıq mərhələsidir. Uyğun deyil də bura mənə. Burada səbir lazımdır. Cənnətdə səbir lazımdır, xeyr. Xuliqəl insan min əcəl zati bir xüsusiyyətdir, amma maddi tərəfi ilə də bağlıdır insanın. Və maddi aləmdə də qarşılanmır. Amma bir gün gələcək ki, deyəcək, indi istəyirəm, deyəcək, buyur. İndi istəyirəm. İstəklər dərhal qarşılanacaq. Bax, oradır sənin yerin. Oradır sənin yerin. Əleyhissalamın kəlamlarına baxın. Fəssəbəru əyyamən qəsirə əqəbəthum rahətən tavilə. Buyurur ki, qısa günləri səbr etdilər. Təqvallar. Və qarşıda davamlı rahatlıq var.
Yəni nə demək istəyir? Sən dünyaya səbr eləməlisən. Sənə deyilir ki, burada 5-10 gün qalacaqsan, bir tər döz. Bir tər döz. Necə dözüm, qarşıda rahatlıq var. Bir tər səbr elə. Bir dənə şüarın olsun həyatda. Denən ki, bu da keçər. Bu da keçər. Şad günündə də de. Qəmli günündə də de. Denən bu da keçər. Şad günündə çox dəli olub özündən çıxma. Keçəcək. Qəmli günündə də yenə də dəli olub özündən çıxma. O da keçəcək. Elə bir aləmdir ki, zatən belədir və sən buna dözməlisən. Dözüb böyüməlisən. Səbirli olmalısan. Səbirlə buna davam gətirə bilərsən. Kaş Allah qismət eləyə bu. Bugün elə bir zamanda yaşayırıq, sabaha güman yoxdur. Ona görə təkrar edirəm, qismət eləyə ki, bu 10 gündə bu bəhsi açım. İnsanlar gəlmişdi, dinləmək istəyirdi, biz izah elədik. Təəssüf edirəm ki, yəni canlı ünsiyyət imkanımız az adamlandı da, indi məhduddur. Amma evlərdən də insanlara, mən bunu təsəlli üçün demirəm, valla həqiqət belədir. Evlərdən insan niyyət eləsin, dəstəmaz alsın, otursun, monitorun qarşısında dinləsin, qoşulsun. Eyni yox, bəlkə də ondan çox savabdır. Çünki yanğı var axı içində, istəyir ki, məsciddə olardım kaş. Bu ona biraz da əlavə eləyir. Yəni bunu təsəlli üçün demirəm. Həqiqətən də belədir. İnsanlar hər gün qoşula bilərlər. Düzdür, həmin təsiri dillər vermir bəzi insanlar. Düzdür, məclisdə bir fəzad olur. Amma elə o təsiri vermədiyini Allah başqa cür əvəzini verəcək. Qismət olsun ki, bu 10 gündə biz bu mövzunu açaq. İzah eləyə görəcəksiniz ki, nə qədər şirin, lazımlı, mənalı bir bəhsdir bu.